Salam aleykum. Aleykum salam. İnsanın arzuları heç vaxt bitmir. Kim ki bütün qayəsini yalnız nəfsani istəklərini yerinə yetirməyə yönəldərsə, həyatından yalnız azğınlıq və itkinlik qazanacaq. Amma əgər biz daim öz daxilimizdə gizlənən ruhu axtarmağa başlasaq, onda sülh və saflığa, yəni öz həqiqi varlığımızla birliyə çatacağıq. O zaman davranışımız təkcə qarışıq və narahat olmayacaq, həm də həyata daha aydın və yeni bir baxışla baxa biləcəyik. Yorulmayasan Məşəd Həsən, çox sağ olun hacı. Yaxşı olmusan inşallah. Həmd olsun Allaha. Zəhmət çəkmə. 13'dür mən. Buyur, əlin dərd görməsin. Xudahafiz. Sağ-salamat, yaxşı yol. Nə qədər eləyir? Zəhmət çəkmə. 5'dür mən. Xırdon yoxdur? Yox, zəhmət olmasa biraz tezdə. Ay hacı, salam ay hacı. Yaxşısınız da inşallah. Aleykümselam cənab mərifət. Şükür yaxşıyam, siz necəsiz? Mən də bağışlı narahat edirəm. Buyur. Məsələ odur ki, siz meyvə alanda mən oradaydım, lap yaxşı. Siz zay meyvə götürdünüz, amma salamat meyvənin pulunu verdiniz, sonra da oradan astınız. Səbəbini də bilmədim. Bu meyvə satan Həsən ağa çox abırlı adamdır, amma indi çətinliyə düşüb. Onun köməyə ehtiyacı var. Mən istəmədim ki, əlbəl ona kömək edim və o bundan xəcalət çəksin. Əvəzində heç kəsin almayacağı meyvələri aldım. Ara sıra belə edirəm ki, bu yoluna ona bir köməyim dəysin. Əlbəttə ki, əgər Allah qəbul eləsə. Xudahafiz. Hacı ağa. Siz bəxş etdiyiniz şeyə görə sizə üz tutandan daha çox qibtəyə layiqsiniz. Çünki həmin şey sizdən ona yetişib. İmam Əli əleyhissalam.